Ağşəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidən qurma işləri davam etdirilir. Yenidən qurma işləri sözü gedən küçənin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsi üzrə icra olunur. Uzunluğu 1100 metr təşkil edən küçənin hərəkət hissəsinin eni 14 metrdir. Yenidən qurma işləri çərçivəsində mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası davam etdirilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla örtülməsi işləri aparılır. Küçədə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2,5 metr enində xüsusi parking yerləri yaradılıb. Hazırda ərazidə yeni asfalt beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması işləri son mərhələdə olmaqla icra olunur. İnşaat norma və qaydalarının tələblərinə əsasən zəruri yerlərdə yol nişanlarının qoyulması, yol cizgi, yol göstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözü gedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Yolunuz açıq olsun.